Deməli uşaqlar, bugünkü dərsimiz məhlullardır. Ümumiyyətlə birinci deyək görək məhlullar deyəndə ağlınıza nə gəlir? Məhlul məsələn ilk ağlına nə gəlir? Maye halda olan bir şeylər. Maye halda olan nələrsə. Sən ağlına gəlir Fidan? Məhlul. Yəni maye olsun. Əsas maye gəlir yəni ağlıda düzdür. Amma bəlkə də ola bilər. Məsələn polad çuğunu da bir məhluldur, qarışdırıblar. Məhlul olur, sonra bu tərkibdir. Deməli məhlul qarışıqdır da bir növ, düzdür uşaqlar? Yəni məhlullar bir olacaq, qarışığımız olacaq. Sadəcə bu məhlulları üç yerə bölürük. Deməli qarışıq olaraq eyni cinsi və müxtəlif cinsli olur. Yəni qəşəng həll ola bilənlər var, yəni pis həll ola bilənlər var, orta həll ola bilənlər var. Ona görə məhlulları üç yerə böləcəm. Buranı yaxşı rahat çəkir. Bəli. Həqiqi məhlullar. Biz yəni dərsimizdə əslində həqiqi məhlullar haqqında danışacağıq. Uşaqlar, həqiqi məhlullar necə olur? Qəşəng həll olursa, yəni hissəcikləri indi görəcəksiniz də, tutan ki, deyir ki, 0,1 nanometrdən daha az həll olanlar həll olunur, ondan yuxarı olanlar qəşəng həll olur. Yəni bu rəqəmin elə də önəmi yoxdur. Yəni uzun sözün qısası, həqiqi məhlullar nədir? Eyni cinsli qarşılar, rəqəmi yanlış da deyə bilərəm. Suda ki, bilin ki, suda qəşəng həll olursa, çox yaxşı həll olur. Yəni eyni cinsli qarşılar hamı tanıyır da, hansı məhluldur? Həqiqi məhluldur. Həqiqi məhlullar burada nə yazacağım? Eyni cinsli qarışıqlar. Eyni cinsli qarşılar hansı məhlullar oldu uşaqlar? Həqiqi məhlullar oldu. İkinci məhlulumuz kolloid məhlullardır. Uşaqlar, kolloid məhlulumuz necə olacaq? Elə ki, suda həll olan və həll olmayan arasında. Biz iki dənə nümunəsini görürük biz kolloid məhlulda. Birinci nümunəsi yazıb, sonra başa salım. Deməli, gördüyümüz nümunələr hansılardır? Nişasta ilə qaynar su, bir də metasilikat turşusu ilə suyun məhlulu kolloid məhlulu olacaq. Kolloid məhlulu çoxunuz həm YouTube olsun, TikTok olsun, yəni 100% qarşınıza çıxıb da. Deməli, bir məhluldur, nişastadır əslində. O sizə möhkəm vuranda. Möhkəm vurur uşaqlar. Nə olur? Bərk olur da, düzdürmü? Amma belə yavaş-yavaş götürəndə isə yumuşalır. Yəni, elə bir növ həll olub, həll olmamaq arasında qalıb, belə fikirləşə bilərsiniz və mütləq qaynar suda birinci həll edirlər ki, daha rahat həll olsun. Siz də yəni belə bilərsiniz, gedin nişasta alın, təqəqi satırlar da, qaradağın nişastası deyə əsasən satırlar. Qaynar suda qəşəng həll edin, gözləyin biraz. Məsələn, möhkəm vuranda bərkdir, amma yumuşaq vuranda nə edir? Əlinizdə həlli şəkildə olur. Üçüncü məhlulumuza isə uşaqlar, yəni heterogen qarışıqlardır. Biz bunlara asılqanlar deyəcəyik. Asılqanların iki növünü öyrənmişik. Suspensiya və emulsiya. Deməli, məhlullardan danışıq, indi başlamışıq. Neçə başlamışıq? 3 dəqiqə. 3 dəqiqə başlamışıq. Deməli, məhlullar nə oldu? Qarışıqlara biz nələr dedik? Məhlullar. Qarışıqlar eyni cinsli və müxtəlif cinsli olmurdu. Eyni cinsli qarışıqlar nə dedik? Həqiqi məhlullar. Müxtəlif cinsli qarışıqlara isə asılqanlar demişdik. Köhnə vaxtların bir dənə yadınızda var, vaxt ilk dərsləri. Suspensiyanın nəylə ayrılır uşaqlar? Süzmə ilə, sısı yadda saxlamışdıq, hə? Emulsiyanın nəylə ayrılır? Ayrıcı qıf ilə ayrılır. Kolloid məhlulu onların ortasıdır. Həm həll olub, həm həll olmamaq dedik. Nişasta ilə suyun, metasilikat turşusunda 2 dənə oksigenə yazmışam, deyərsiniz. Metasilikat turşusu ilə suyun qarışıq uşaqlar kolloid məhlulu oldu. Deməli uşaqlar, mən bugün həqiqi məhlullar, yəni ancaq həqiqi məhlullardan danışacağıq. Həqiqi məhlulumuz, yəni bizim bu məhlulumuz, həqiqi yazıram, əslində heç məhlul da yazsam kifayət edirdi. Yəni məhlul deyəndə əsasən eyni cinsli qarşılarımıza gəlsin. Həqiqi məhlul Gəlməsin. Sənə test verəcəyim, nə yazasan? Otur 2 dəqiqə, testini hazırlan. Həqiqi məhlulumuz uşaqlar, deməli, necə olacaq? Doymuş ola bilər, buna çəkib. İndi çəkdim. Deməli, bizim bu məhlulumuz doymuş ola bilər, doymamış ola bilər uşaqlar, ifrat doymuş ola bilər, ifrat doymuş ola bilər, duru ola bilər və qatı ola bilər. Mən yazdım, hərəsindən çəkib. Bəli. Deməli, bizim bu məhlulumuz doymuş, doymamış, ifrat doymuş, duru və qatı ola bilər. Birinci gəlir doymuşdan danışaq. Görək, doymuş nədir? Uşaqlar, doymuş və doymamış insan necə olur?
Məsələn, doymayan adam yemək yeyir, düzdürmü? Yeyir, doyanda artıq nə eləmir? Yemir uşaqlar. Məhlullar da belə. Məsələn, bir stəkan götürər, isti soğusun əsasən. Yəni, soyuq qalır, peso atır, bir qaşıq atır, görür, həll eləyir. Deməli, hələ doymuyor. İkisini atır, üçünü atır, bir stəkanda yəni 3-4 qaşıq həll olur da, çox həll ola bilmir. Sonra biraz qala, yəni həll eləyir, çox tökə bilərsə, bir şey artıq dibində nə görəcək? O peso dənələrini görəcək də, düzdürmü? Artıq nə ilə deyəcək məhlulumuz? Doydu ki, onu eləmir, həll eləyə bilmir. Yəni, uzun cümlələr var, PDF-də görərsiniz. Doymuşu nə kimi düşünün? Tox adam kimi. Doymamışı necə düşünün uşaqlar? Az. Yəni, bir maddəni həll edə bilirsə, doymuyubdur. Həll etmirsə artıq nə edib uşaqlar? Doyubdur. İfrat doymuşu uşaqlar çox tox adam kimi düşünün. Yəni, düşünün ki, çoxlu yeyibdir bu. Amma ki, bir şey var ki, artıq həll elədiyini, İsmail, artıq həll etdiyini sonra uşaqlar içindən yenə çıxara bilir. Yəni, qüsur elə fikirləşmir, çox yeyibdir, artıq yəni qüsur gedir. Bu necə düşünün? Məsələn, dedik ya, tam ki, bir stəkan suyum var, bir qaşıq su atdım, həll edirəm, görür ki, həll olunur. İkisini atıram, görür ki, həll olur, üçünü atıram, həll olur. Dördünü atıram, görür ki, dibində nöqtələr qaldı da, düzdürmü? O nöqtələr həll olmadı. Amma onu götürüb isitsək, yəni qaynatsa uşaqlar isitsək, görəcək ki, artıq başladı həll olmağa. Yəni, ifrat doyurda, belə deyək, isidəndə məhlulumuz, yəni ifrat doydurmaq istəyirsə, biraz da isitmək lazım. Bəlkə maddələr suda həll olanda, Doymamışdan eynidir onu. sadəcə çox tox. Bir fərq var ki, doyub doymadı, bunlar normal suda olur. İfrat doyurmaq üçün biraz isidirik, yəni bir şeylər qatırıq ki, o həll olsun, ekstra həll olsun. Amma soyub əvvəlki versiyasına qayıdan kimi, o artıqdan həllədiyini çıxardıb çölə uşaqlar. İfrat doymuşdu, bu oldu. İndi duru və qatı məhlulları necə biləcək uşaqlar? Əslində, duru və qatını buradan yazsaq daha yaxşı olar. Doymuş məhlula yazacağım. Doymuş məhlulum duru ola bilər. Bir də necə olacaq? Qatı ola bilər uşaqlar. İndi, belə düşünək ki, hərənin öz doyma kapasitəsi var, düzdürmü? Tutalım ki, məsələn, bir adam bir dənə dönərlə doyur, mən 2 dənəsinə doyuram. Biri ilə doyur, biri ikisine doyur. Əslində ikisimiz də doyuruq da, düzdürmü? Doyuruq, amma biri az yeyib, biri çox yeyib doyubdur. İndi, onda belə deyək də, tutam ki, 2 dənə stəkanım var, 2 dənə maddəm var. Biri 5 qaşıq, məsələn, bir stəkana biz pesok döksək, 4 qaşıq pesoku həll edə bilir də az qala. Amma duzu o qədər həll edə bilmir, uşaqlar fikir verir sizə. Duz pesok qədər həll olmur da, düzdürmü? Məsələn, ikisi amma doyacaq, doymuş məhlul olur. O dedim var, məsələn, yemək yeyirik. Biri 1 qaşıq, biri 5 qaşıqla doyur. Çəkir? Çəkir. Deməli, doymuş məhlulun duru ola bilər, qatı ola bilər. Yəni, uzun sözünün qısası, suda qəşəng həll olan maddələrin məhlulu necə olar? Yəni, çox yeyən maddələrin məhlulu qatı. Deməli, qatı məhlulu necə oldu? Suda yaxşı həll olan maddələrin məhlulu qatı, suda pis həll olan maddələrin məhlulu isə necə olacaq uşaqlar? Duru məhlulu olacaq. Gəlin onda suda yaxşı həll olan maddələr və həll olmayan maddələri yadımıza salaq duzlar dərsindən. Birinci duzlar, gəlin əsaslardan danışaq. Əsaslardan hansılar suda həll olurdu? Aktiv metalların OH-ları, yəni linar qırbacısının OH-ı, kalsium, stronsium, bariumun OH-ı, bir də NH4OH suda həll oldu. Əsasların suda həll olanlarını dedik, linar qırbacısı, casırbanın OH-ı, bir də NH4OH suda həll oldu. Sonra turşulara baxaq. Turşuların hamısı suda həll olurdu, düzdürmü? Bir dənə suda həll olmayan var. Hansıydı uşaqlar o? Metasilikat turşusunun suda həll olmurdu. Duzlara baxaq uşaqlar. Duzlardan hansılar suda həll olurdu? Demişdik ki, hansı duzun tərkibində natrium, kalium, NH4, NO3 və CH3CO varsa, o maddələr suda çox yaxşı həll olur, düzdürmü? Deməli, hansı maddənin tərkibində natrium, kalium, NH4, NO3, CH3CO, 3 sənə ilə başlayanım var. NH4, NO3. Hansı maddənin tərkibində natrium, kalium, NH4 və NO3 varsa, onlar suda çox yaxşı həll olur uşaqlar. Sonra turşular öyrənmişdik, düzdürmü? En qədər turşu öyrənmişdik. Turşulardan NO3 və CH3CO, yəni hər şey suda həll oldu. Sonra SO4-lərdən, yəni sulfatlardan 5 dənəsi çöküntü idi. Qalanları suda yaxşı həll olurdu. Çöküntülər hansılardır? Casırbanın SO4-ü, bir
də PB ilə AG-nin esoları çöküntüydü. Bunlar suda həll olunurdu. Digərləri suda həll olurdu. Xloridlərin də 3 dənəsi PB-sı, AG-sı, bir də HG xlorid suda həll olunurdu. Qalan bütün xlorid də suda həll olurdu. Deməli, çoxlu turşular vermişik. Məsələn, HPO3 metafosfat, H3PO2 hipofosfat, H3PO3 məsələn fosfat, H3PO4 ortofosfat, H4PO7 pirofosfat, sonra HK sulfid, HKSO3 sulfid, HKSO3 dediğimiz HKSO4 sulfat, ya da HNO2 nitrit, HNO3 nitrat, H2SO3 karbonat turşusu, H-manganol4 manganat, H2 manganol4, daha doğrusu H-manganol4 permanganat, H2 manganol4 manganat. Perləri 7 ilə fərqlənir, düzdürmü? Sonra hipoflorid var idi, H-klor-O, H-klor-O2 xlorid, H-klor-O3 xlor, deməli H-klor-O hipoflorid, H-klor-O2 xlorid, H-klor-O3 xlorat, H-klor-O4 perxlorat və s. və s. turşular keçmişdir, düzdürmü? O turşulardan 4 dənəsi çıxdım. NO3-ün hamısı həll oldu və s. və s. CH3COH-ın hamısı həll oldu. SO4-ün 5-indən başqa hamısı həll oldu. Xlorun 3-ündən başqa hamısı həll oldu uşaqlar. Deməli, qalan turşular var, saydığım və saymadığım turşular. Sadəcə yanında natrium, kalium NH4-ü görsək, suda həll olacaq. Oksidlərdən isə uşaqlar, oksidlər həm su ilə suda həll olub reaksiyaya girirdi. Oksidlərdə bizdə əsasi, amfoter, turşu və hansı oksid var idi? Qarşı oksid. Demişdik ki, qarışıqla amfoter qətiyyən su ilə reaksiyaya girmirdi. Əsasi oksid su ilə reaksiya girib nə yaradırdı? Əsas. Sadəcə aktiv metalların oksidləri. Burada əsas oksidlərdən ancaq hansı oksidləri götürürdük? Aktiv metalın. Turşu oksidləri də su ilə reaksiya girib öz nəyi yaradırdı? Turşusunu yaradır. Turşu oksidlərindən bir dənə silisium O2 ilə Wolfram O3 ki, su ilə reaksiyaya girmirdi, qalanları su ilə reaksiyaya girirdi. Deməli, uşaqlar, biz məhlullardan danışdıq. Dedik ki, məhlullar qarışıqlardır. Eyni cinsli məhlullar, eyni cinsli qarışıqlar nə dedim? Yəni, homogen qarışıqlar oldu, həqiqi məhlul. Kalor məhlul var idi. Yəni ki, aralıqda həll oldu, həll olub və həll olmamaq kimi düşünün, aralıqda qalır. 2 dənə nümunəsini gördük, metasilikat turşusu ilə suyu, bir də nişasta ilə qaynar su. Sonra heterogen qarışıqlarda nə dedik? Asilqan dedik. Emulsiya və nə oldu? Suspenziyaya bölündü. Suspenziya necə oldu uşaqlar? Süzmə ilə ayırdıqlarımız suspenziyadır. Ayrıcılıqla ayırdıqlarımızsa emulsiyadan uşaqlar. Sonra həqiqi məhlullardan danışırıq. Bizim bu həqiqi məhlulumuz doymuş, yəni tox adam heç nə istəmir, doymamış yemək istəyir, yenə həll olmaz. İfrat turşusu çox doymuş oldu. Doymuş məhlul da duru və qatı oldu. Suda qəşəng həll oldu, yəni çox yeyənin məhlulu qatıdır. Suda pis həll olanların məhlulu isə necə oldu? Duru oldu uşaqlar. Məsələn, biri var, yəni 1 qramla həll oldu, 1 qram doysun, biri var 100 qramla doysun uşaqlar. Suda həll olanları dedik, əsası oksidlərdən əsası ilə turşular ilə reaksiyaya girdi. Qarışıqla amfoter su ilə reaksiyaya girmədi. Əsası oksidlərdən ancaq aktiv metal oksidlər, yəni natrium jasir qan oksidi su ilə reaksiyaya girib öz əsasını, qələbsini yaratdı. Turşu oksidlərin isə hamısı su ilə reaksiyaya girib öz turşusunu verdi. Silisium O2 və Wolfram O2-dən başqa. Əsaslardan hansı suda həll oldu? Linar PBC-si, jasir və NH4OH suda həll oldu. Turşuların hamısı suda həll oldu, metasilikatdan başqa. Duzların dedik ki, hansı duzun tərkibində natrium, kalium, NH4, NO3, CH3CO varsa hamısı həll oldu. SO4-ün jasir var, PB, AG, SO4 çöküntüydü, qalanı həll oldu. Xlorun da PB, AG, HG çöküntüdür, qalan xloridlər ilə uşaqlar suda həll oldu. Pauza ver, sadəcə dayandıram, pauza ver. Deməli, uşaqlar, maddədən danışdım, məhlullardan danışdım, onların həll olmasından. Sonra dedik, bəziləri yaxşı həll olur, bəziləri həll olmur. Bəs bunu nə ilə xarakterizə edilir? Yəni, məsələn, tam bir stəkan suya görə mi ölçüblər həll olmanı, yəni 1 litr suya mı görə ölçüblər? Uşaqlar, yəni bu həll olmanı xarakterizə eləmək üçün həll olma əmsalından istifadə edirlər. Buna da KH deyəcəyik. KH bizim nəyimiz olacaq uşaqlar? Həll olma əmsalı. Deməli, buna yazılır ki, bu həll olma, nəyə oldu uşaqlar? Həll olma əmsalı oldu. KH-ın vahidi var uşaqlar, qram bölünsün litrdir. Bəs KH-ın necə xarakteriz edir? Yəni, neçə litr suya görə? Maddələr əsasən suda həll olunur deyə biz bilirik. Bütün başqa maddələrdə də həll ola bilir. Məsələn, evdə istifadə etdiyimiz yod spirtdə məhluludur. Amma əsasən həll edici kimi əsasən su götürürük. KH-ı uşaqlar, deməli, KH nə deməkdir? 1 litr suda həll olan maddənin kütləsini göstərir. 1 litr su, yəni neçə qram su? 1000 qram. Su yeganə maddədir ki, onun həcmi onun
kütləsidir, düzdürmü? Çünki sıxlığı 1-dir. İndi rho bərabərdir m bölü v-dən, sıxlığı 1 olanda avtomatik m bərabərdir v olaraq da. Yəni, su yeganə maddədir ki, onun həcmi və kütləsi eynidir. 1 litr suda həll olan maddəni göstərir. 1 litr suda həll olan maddənin miqdarını göstərir. Tutalım ki, bu nə deməkdir yazdığım? Məsələn, deyir ki, KH bərabərdir 600 qram bölünsün litr. İndi karşı bu rəqəmi veribmi? Bizim ağlımıza nə gəlməlidir? Burada neçə litr su var? 1 litr suda nə qədər maddə həll olubdur? 600 qram. Deməli, burada 1 litr su, yəni neçə qram su var? 1000 qram su var. 600 qramda nə oldu uşaqlar? Həll olan maddəm var. Onda məsələn, mən sizə desəm ki, məhlulun kütləsi burada nə qədər eləyər? 1 litr sudur, 600 qram maddə döymüşəm içinə. 1600 suda suyun içində olan deyil, 1 litr sudur sadəcə. 600 qramda maddə həll olsa, deməli məhlulun neçə eləyəcək uşaqlar? 1600 qram. Onda belə çıxır ki, belə deyək də, biz suyun kütləsindən uşaqlar M su deyim, M kütlə ilə işarə olunur. Həll olan maddəyə M maddə deyək. Ola bilər PDF-də MX deyə yaza bilərəm, amma sözün maddə olduğunu bilək, daha rahat olsun deyə İsmail. Məhlula da M məhlul dedik. Onda belə çıxır ki, məhlulun kütləsi su ilə maddənin kütləsinin cəminə bərabər olur. Qıraqdan yazsam, məhlulun kütləsi bərabərdir. Su ilə onda həll olan maddənin kütləsinin cəminə. İndi suyu tapa bilərəm də buradan. Məhluldan çıxaram maddəni. Maddəni tapanda məhluldan suyun kütləsini çıxmış olacaq. İnşallah tutalım ki, KH verir ki 450 qram bölünsün litr. KH nə verir, versin uşaqlar. O saat deyəcək ki, burada suyun kütləsi nə qədərdir? 1000 qram. 1000 qram. Uşaqlar, indi bu arada qram bölü litrdir ha. Amma siz elə 1000 qramla gedin. Yaxşı mı? Suyu yəni 1000 qram kimi götürün. 450 qramda maddə var. Onda M maddə bərabər neçəyə? 450 qrama. O zaman M məhlul neçə bərabərdir? 1000 üstə gəl 450. Yəni məhlul neçə qram oldu? 1450 qram. Zaten nəsə danışmıram ki, bəs KH-ın düsturu nədir? Biz yəni hansı düsturlarla həll olunan əmsalını tapacağıq uşaqlar? KH-ın düsturunu da şuradan çəkib. KH-ın düsturu nədir? Həll olan maddənin kütləsini suyun həcminə bölüb vuracağıq 1000-ə uşaqlar. Sadəcə biz dedik ki, yeganə maddə sudur ki, onun həcmi onun nə idi? Kütləsidir. Onda burada B suyun yerinə nə də yaza bilərəm? M su da yaza bilərəm. Yəni, KH bərabərdir. M maddə bölünsün, M su vur neçə uşaqlar? 1000. İndi biz birazdan tapşırıqlar yazacaq uşaqlar. Orada görəcək ki, məsələn, məhlul verildir, maddə verildir. Məsələn, suyun kütləsini tutan ki, verməyibdir uşaqlar. Onda M suyu tutan ki, tapsaq, orada düsturda yerinə qoysaq. M maddə bölünsün. M su, M məhlul çıxı, M maddə deyil. M məhlul çıxılsın, M maddə də yerinə qoya bilərik, vurmayın. Yəni, düstur bir dənə düsturdur. Sadəcə V suyun yerinə M su yazdım. Ya da M sunun yerinə M məhlul çıxılsın. Yəni, bilirik ki, məhlul bütöv kütlədir. Nə qədər maddədirsə, qıraqda qalanda nə sayılır? Su sayılır. İndi həll olan maddənin kütlə falan keçəcək. Orada aşağıda düsturdur. N düsturdur, bir dənə burada 100-dür. Burada da məhlul olacaq. Ona görə xüsusən yəni, diqqət edin ki, KH həll olma əmsalı, yəni su ilə bağlı bir kəmiyyətdir. Aşağısında onun nə olacaq? Suyun kütləsini yazacağım. M su, su olacaq uşaqlar. Nəsə çətin bir şey deyil, düsturlar qeyd edirsiniz. Yəni, birazdan tapşırıqlar yazacağıq. İndi, bəs bu həll olma əmsalı nələrdən asılıdır? Onlara baxaq uşaqlar. KH həll olma əmsalı temperaturdan asılıdır. KH-ı temperaturdan asılı qrafikləri çəkmək istəyirəm. Uşaqlar, indi nə edirsən? Birazdan çəkərsən, hələ mən dost bekirəm. Deməli, uşaqlar, bunu hamı bilir də, pesok isti suda həll olur ya da duz olsun. İsti suda ya soyuq suda həll olur. İsti. Bəlkə deyil, məsələn, ifrat doydurmaq üçün. Hər ikisi olan hər ikisi. Yəni, daha çox hansı da həll olar? İsti suda qəşəng həll olar, düzdürmü? Soyuq suda məsələn 1-2 qaşıq həll olur, isti suda 4 qaşıq həll olur. Biraz istər, daha çox həll olar, ifratda yacaqlar. Deməli, bərk maddələrin suda həll olmasının hansı proses oldu? İstiliyi udub həll olunmalıdır, hə? Deməli, bərk maddələrin həll olma əmsalını müqayisə eləyərsə, bərk maddələrində ağzına pesok gəlsin, şəkər gəlsin. Şəkər isti suda mı həll olur? Yəni, temperatur çox olanda mı həll olur, temperatur az olanda mı həll olur?
çox vaxt həll olur. Onda belə çıxır ki, bərk maddələrin suda həll olması temperaturdan, yəni asılılığını çəkirəmsə, həll olması soruşamsa, necə asılıdır? Düz asılıdır. Onda bərk maddələrin suda həll olması hansı prosesdir? Endotermik prosesdir, hə? Çünki istilik udur. Adi məsələn, şəhər şirinsə gəlmiş olar. Düzdür, qarışdırıb, az qarışdırsaz da. Pesok atdırma onun içinə. İçindəki istiliyi udub həll olur deyə. Məsələn, şirinsə tez soyuyur uşaqlar. Düşünə bilərik ki, qarışdırmışıq axı. Normal isti çayı qarışdıranda eyni qədər yəni soyumur da. Səbəb nədir? Temperatur istiliyi uddu, həll oldu. Hansı proses oldu? Endotermik proses oluşalar. Bir dənə bərk maddələrdən istisna var ki, yəni onlar suda həll olanda istilik verir çölə, yəni eksotermik olur. Suda həll olması eksotermik olansa qələvlər uşaqlar. Qələvlərin suda həll olması hansı prosesdir? Eksotermik, yəni hansı küdür? Müsbət küdür. Yəni bir dənə onlar da suda həll olur ha, yəni isti olanda lap yaxşı həll olur. Demirəm, yəni tam, yəni tərs prosesi nə mənada? Eksotermik, endotermik mənasında dedim. Deməli, bərk maddələrin suda həll olması, yəni temperaturun asılılığını çəkəndə düz asılı oldu. Yəni, lap düz ola bilər bu formada. Bir də yuxarı çıxan hər şəkildə düz asılıdır. Qazlarda necə asılı olur uşaqlar? Kola düşünər. Kolanın üstə yazılır soyuq halda üçün. Yəni, isinəndə o neyin içindəki? Yəni, evdə hamı görür də bunu. Biraz az açıq qalanlar, biraz isinəndə qazı qalır kolana. Qazların deməli həll olması temperaturda necə asılı uşaqlar? Tərs asılı. Onda bərklərin həll olması endotermiksə, qazların həll olması hansı prosesdir? Eksotermik. Birlikdə müsbət 2 olanda delta H hansı olur? Mənfi. Mənfi 2 olanda delta H necə olacaq? Müsbət olacaq. Deməli, bərklərin həll olması, bərkləri də sayırıqda, bəli hansılar, məsələn, buzlar dedik, əsaslar var, eksotermik olduğunu da vururlar. Bərkdir, uşaqlar. Amma deyək ki, eksotermik prosesdir, nəyə seçəcəm? Qələvləri seçəcək. Deməli, bərkləri şəkərlə ya da saxlayaq, yəni açar söz kimi, bərkləri də ağımıza nə gəlsin? Şəkər. Qaz neydə ağımıza nə qalsın uşaqlar? Yəni, qazlı içkilərdə kola məsələn. Kolanı soyuq halda içirik. Yəni, isinəndə içindəki qazı qaçır. Bir də həll olma əmsalını KH uşaqlar təzyiqdən asılılıq qrafikini çəkəcəm. Uşaqlar, biz yadınızdadırsa, keçən dərslərimizdə sürətdə məsələn vurğuladır. Orada bərk maddələrin əmsalının həcmi nəzərə almırıq. Yadınızda düşdür. Yəni, bərklərin nəyə yoxdur deyəcəm? Həcmi yoxdur deyə, avtomatik bərk maddələr təzyiqdən nə deyil? Asılı deyil uşaqlar. Amma qazlar təzyiqdən necə asılı olacaq? Düz asılı olacaq. Adi kolanın azlaşılıq qız səsi tam eşilir də. Deməli uşaqlar, qazları necə həll edirlər suda? Soyuq halda, yəni temperatur aşağı halda, yüksək təzyiqlə. Naporla vururlar ki, qaz elə onun içinə geçsin. Təzyiq azaldıqca içindəki qazlar, temperatur artdıqca içindəki qazlar kənarlaşacaq uşaqlar. Çətin bir şey danışmadım ki, deməli KH oldu həll olma əmsalı. Həll olma əmsalı nəyinə xarakterizə elədi? 1000 qram suda, yəni 1 litr suda həll olan maddənin kütləsini göstərdi. Vahidi qram bölünsün litr oldu. KH-ın nə verir versin? Orada 1000 qram su. KH-ın qiyməti qədər də maddə var. Sonra KH-ın üstürdədir, maddənin kütləsi suyun kütləsini bölüb, vuracaq 1000-ə. Həll olma əmsalı temperaturdan asılılığını çəkirəmsə, bərk maddələrdə düz asılı, qazlarda isə tərs asılı oldu. Təzyiqdə isə bərklər təsir eləmir, çünki bərklərin həcmi yox idi, qazlarda isə düz asılı. Yəni, qazı həll edəcək yüksək təzyiqdə və aşağı temperaturda həll edəcək. Problem deyil ki, pauza bas.